Küçələrə həyat verən rəngli paradlar, canlı ünsiyyət quran maraqlı personajlar. İnsanı gündəlik həyatın adi ritmindən çıxarıb nağıl dünyasına aparan Şanxay Disneylandinin yaradılmasından 10 il ötür. Disneyin qlobal inkişafının yeni mərhələsində mühüm əhəmiyyətə malik olan bu kompleks, Çində ən çox ziyarət olunan, dünyada isə ən məşhur ilk 5 əyləncə parkı arasındadır. 我们来了7到8次，然后我们也 Biz Disney personajlarını çox sevirik. Şanxay Disneyland parkını da 7-8 dəfə ziyarət etmişik. Bura insanda elə bir his yaradır ki, sanki personajlar real həyatda da mövcuddur. Kompleksin 10 illik yubileyi xüsusi bir tədbir idi. Ona görə də mütləq gəlməliydik. Tədbir çox yaxşı təşkil olunub və olduqca maraqlıdır. 办得也很好，所以就是买了很多纪念品。 我来过已经很多次了。 Mən Şanxayda yaşayıram və Disneylandin inkişafını ilk planlaşdırma mərhələsindən bəri izləyirdim. Onun tikintisini, tamamlanmasını və açılışını gördüm. Buna görə də Disneyland mənim üçün əyləncə parkı olmaqla yanaşı həm də həyatımın bir hissəsidir. 见证了我一路的成长，包括现在。 第一次我就像我刚刚说的，第一次来 Disneyland'ə ilk dəfə 2016-cı ildə gəldim. O vaxtdan bəri boş vaxtım olanda demək olar ki, həmişə bura gəlirəm. Məncə bura orijinal hekayələri canlandırmaqda çox uğurludur. 时间休假我都会过来。 Yubiley tədbiri çərçivəsində Disneylandin gələcək inkişaf istiqamətinə də nəzər salınıb. Çıxışlarda inkişafın innovativ texnologiyalar və güclü hekayələr üzərində qurulacağı, ziyarətçilər üçün yeni təcrübələr və daha çox sevinç yaşadacağı vurğulanıb. Arzu Yusif, Azər Məcidov, Mədəniyyət xəbərləri.